Bu bazar TEDx səhnəsində çıxış elədik. Bəs nədir bu TEDx? TED, Texnologiya, Entertainment, Design. Entertainment da əyləncə deməkdir. Bu sözlərin baş hərflərinin qısaltmasıdır. TED beynəlxalq konfransdır. Bir də bunun yerli tədbirləri var, lokal. Məsələn, mənim iştirak elədiyim TEDx Sumqayıt idi. Beynəlxalq olan sadəcə TED-dir, yerli universitetlərdə, şəhərlərdə, ölkələrdə olanlar TEDx adlanır. Həm beynəlxalq TED-lərdə, həm də lokal TEDx tədbirlərində çıxış eləmək üçün maksimum limit 18 dəqiqədir. Bu vaxtı qoyublar ki, insanlar diqqətini itirənə qədər ideyanı ötürmüş olasan. Bu tədbirlərin şüarı paylaşılmağa dəyər fikirlər. Yəni, orada çıxış eləməkdən ötürü müəyyən sahədə mütəxəssis olmaq lazımdır. Gedirsən, orada öz fikirlərini bildirirsən, sadəcə öz bioqrafiyavı danışmırsan, mən bu işləri gördüm kimi. Gələn insanlara bir ideya ötürmüş olursan tədbirin nəticəsində. Biz də çıxışı ümumilikdə mütəxəssis olduğumuz mövzularda dağçılıqdır, turizmdir, sosial mediadır və şəkidir. Bu mövzuları birləşdirib bir xətlə insanlara təqdim elədik. Bunu TEDx'in beynəlxalq YouTube kanalı var, 43 milyonluq. Orada paylaşacaqlar. Yəqin ki, montajlar hazırlanması və paylaşılması bir neçə ayı çəkəcək. O da paylaşılanda inşallah onun əlavə linkini həm paylaşacaq, həm də məlumat verəcək. Çıxışın tamamını oradan baxa biləcəksiniz. TEDx-də adətən bir insan bir dəfə çıxış eləyir. Nadir hallarda təkrar hansısa yerlərə çağırırlar və fərqli mövzu olmaqla. Tutalım, bu dəfə mənim danışdığım ardıcıllıq ya da mövzu başlığı tamamilə dəyişilmiş olmalıdır. O da dediyim kimi, nadir hallarda olur. Ona görə bu bizə paylanan bədcidir, yaxa kartı. Fərid Mustafayev spiker deyə yazılıb. Bunu hər halda bir də heç vaxt əldə edə bilməyəcəm. Ona görə studiyanın bu xatirə əşyaları olan bölümünə qoyacağıq bunu da. Təxminən 3 həftə əvvəl TEDx-də çıxış eləyəcəyimi elan eləyəndə bir nəfər yazmışdı ki, deməli ötə gün TEDx-dəyik. Onu indi bugün deyə bilirəm ki, deməli ötə gün TEDx-dəydik.